Məni izləyən vətənimin bütün vətənpərvər oğul və qızlarına Allahın salamı olsun. Dəyərli dostlar, bugünkü çıxışımı mən şəhərlənərək həbs olunan Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevə həsr edirəm. Hacı Vəliyevi sosial şəbəkələrdən tanıyıram. Onun qazilərin haqq hüquqları uğrunda çıxışlarını dinləmişəm və bir gün öncə də həbs edildiyini sosial şəbəkə vasitəsilə öyrənmişəm. Dostlar, mən bu çıxışımda nələri demək istəyirəm, ancaq tam şəkildə təbii ki, deyə bilməyəcəm. Qısa bir arayış təqdim edəcəm. Mən Təranə Səfərsoy 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı, qazisi 2-ci qrup əliləm. 1-ci Qarabağ müharibəsində könüllü iştirak eləyən, 16 yaşında iştirak eləyən, 16 il ali təhsilli zabit olaraq Azərbaycanın ərazi bütövlüyünü qoruyan, hal-hazırda hakimiyyət tərəfindən siyasi-ictimai fəaliyyətinə görə şərlənərək İkinci dəfə siyasi məhbus həyatı yaşayan, 2-ci qrup hərbi əlil Rza bəy Səfərsoyun həyat yoldaşıyam. Mənim dəyərli hərbiçi qardaşlarım, mənim dəyərli qazi qardaşlarım, bilirsinizmi bəlamız nədədir? 1-ci Qarabağ müharibəsinin iştirakçılarını Heydər Əliyev hakimiyyəti dövründə Karl Marx heykəlinin yanında keçirilən aksiyada polislər tərəfindən hansı işgəncələrə məruz qaldıqlarını biz gördük. Cəmiyyət olaraq, xalq olaraq sustuq. O vaxtı Qazilər Birliyinin, Veteranlar Birliyinin rəhbəri olan Etimad Əsədov həbs edildi. Onunla bərabər neçə qazilər həbs edildi, xalq sustu. Ümumiyyətlə, 1-ci Qarabağ, 2-ci Qarabağ müharibəsi iştirakçısı sözünü lüğətdən silmək lazımdır. Var Qarabağ uğrunda, vətən uğrunda canını fəda edən şəhidlər və qazilər. Cümlə belə qurulmalıdır. Qarabağ uğrunda könüllü, rəsmi qaydada iştirak etmiş, şəhid olmuş, qazi olmuş, bizim vətənimizin vətənpərvər oğul və qızlarını və hal-hazırki hakimiyyətə müxalif olan siyasi-ictimai fəalları hakimiyyət bilirsinizmi niyə məhv eləyir? Ona görə ki, biz birlikdə mübarizə apara bilmirik. Tofiq Yaqublu Qarabağ qazisidir. Rza Səfərsoy Qarabağ qazisidir. Niyaməddin Əhmədov Qarabağ döyüşlərindən keçibdir. Onların həbslərinə sustuğumuz üçün bugün sıra Gənc Qazilər Birliyinin rəhbərinə də gəlibdir. Hakimiyyətin qazilərə qarşı düşmənçilik mövqeyinin nəticəsi olaraq 150-dən çox Qarabağ qazisinin intiharına millət sustuğu üçün bugün hakimiyyətin məmurları, hakimiyyət başında əyləşənlər, xalqın sözünü deyən, vətənin ərazi bütövlüyü uğrunda döyüşüb yarımcan olan, vətənin vətənpərvər oğullarını şərləyərək həbs edir. Mənim əzizlərim, nə qədər ki gec deyil, hərbiçilər də, qazilər də, ümumiyyətlə o polisin içində olan, vətəni sevən, qeyrəti, namusu, şərəfi olan sıravi vətəndaşlar da hamımız bir araya gəlməliyik. Siz görmürsünüzmü ki, bu hakimiyyət özünə lazım olduğu qədər bizim dəyərli oğullarımızı istifadə edir, sonra isə şərləyib həbs edir. Hakimiyyətdə əyləşən İlham Əliyev üçün önəmli olan öz kreslosudur və öz ailəsidir.
30 ildən çox Azərbaycanda müharibə gedir. Bu müharibə dövründə hansısa bir villadan şəhid çıxdığını görmüsünüzmü? Hansısa bir məmurun övladının qazi olduğunu eşitmisinizmi? Bir iki istisna hal var təbii ki. İzzət Rüstəmovun oğlu Allah rəhmət eləsin şəhid olubdur. Bir iki məmuru çıxmaq şərti ilə, bir iki şairi çıxmaq şərti ilə qalan heç birinin övladları nə müharibədə iştirak etməyibdi, nə şəhid olmayıbdı, nə qazi olmayıbdı. Xəlil Rza Ulutürkün övladı şəhid olubdu, bəli. Cəmil Əhmədovun övladı şəhid olubdu, bəli. Ancaq bu qədər hakimiyyətin yanında duran, hakimiyyətdən prezident təqaüdü almaq üçün yaltaqlanan hansı şairin övladı qazi olubdu? Hansı yazıçının övladı şəhid olubdu? O düşdüyü yeri yandırar deyib atalarımız. Əgər onların da evlərinə şəhid çıxmış olsaydı, əgər onların da övladları yarımcan, ikinci qrup əlil, üçüncü qrup əlil, birinci qrup əlil olsaydı, onlar bugün səssiz qalmazdılar. Bugün ona görə səssiz qalıblar ki, məndən ötsün, qardaşıma dəysin düşüncəsi ilə yaşayırlar. Hakimiyyətə məhdiyələr qoşurlar, yaltaqlıq eləyirlər. Hakimiyyətdən ev almaq üçün, hakimiyyətdən prezident təqaüdü almaq üçün. Hakimiyyətdən prezident təqaüdü almaq üçün. Müxalifətdə olan liderlərin hansı birinin övladı Qarabağ uğrunda döyüşübdü? Hansı birinin övladı şəhid olubdu? Hansı birinin övladı qazi olubdu? Müxalifətdəkilər öz övladlarını qaçırırlar xaricə, hakimiyyətdəkilər də müharibə başlayanda öz övladlarını gizlədirlər, xalqdan uğurladıkları pullar hesabına kef məclislərinə göndərirlər, müharibə qutarandan sonra isə Qarabağda əyləncələrdə iştirak edirlər, Bakının küçələrində bahalı maşınlarda xuliqanlıq eləyirlər. Dəyərli dostlar, Rza bəy Səfərsoy 1 il 5 aydır ki, həbsdədir. Mən onun xanımı olaraq hər dəfə çıxış eləyirəm, hər dəfə məhkəmə öncəsi qazilərə, veteranlara, siyasi ictimai fəallara, partiya rəhbərlərinə, partiya üzvlərinə, hərbiçilərə müraciət eləyirəm ki, gəlin dəstək olun, susmayın, sıra sizə də gələcək. Necə olur ki, 16 yaşından Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən Rza bəy Səfərsoy o dövrdə, müharibə gedən dövrdə Moskvada kef eləyən Papanın gül balası İlham Əliyevin hakimiyyətinin dələduz bandası tərəfindən şərlənərək həbsə göndərilir. Necə olur ki, Qarabağ uğrunda döyüşən, hal-hazırki hakimiyyət tərəfindən 4-cü dəfədir siyasi məhbus həyatı yaşayan, xilas yolunu aclıq aksiyasında görən Tofiq Yaqublu İlham Əliyevi və komandasını tənqid etdiyinə görə şərlənib həbs edilir. Tofiq Yaqublu demişkən, ölkənin bütün dələduzları, cinayətkarları, fırıldaqçıları, qeyrətləri, namusları yığışır, vətənin qeyrətli, namuslu oğul və qızlarını şərləyib həbs eləyir. Mən buradan bir daha müraciət edirəm. Nə qədər ki, susacaqsan, sıra sənə də gələcək. Ey Azərbaycanın vətənpərvər oğul və qızları, ey Azərbaycanın vətəndaşları, milliyyətindən asılı olmayaraq hər birinizə səslənirəm. Birləşin və İlham Əliyev ailə hakimiyyətinin qanunsuz əməllərini dayandırmaq üçün müqavimət göstərin. Mən buradan bütün siyasi məhbuslara qeyri-şərtsiz azadlıq tələb edirəm. Görürsünüzmü ki, millət sustuğu üçün, cəmiyyət sustuğu üçün İlham Əliyevin repressiyaları hər gün davam edir.
və davam edəcəkdir. Bizim bildiyimiz və bilmədiyimiz cinayət əməlləri günü-gündən artacaqdır. Bunu dayandırmağın bircə çıxış yolu var. Hamılıqla ayağa qalxmalıyıq, ya ölməliyik, ya azad olmalıyıq. Bütövlükdə Azərbaycan soydaşlarına azadlıq tələb edirəm. Və azadlıq uğrunda hal-hazırki siyasi məhbusların müdafiəsində birləşib bu mübarizəni davam etməyən, susan, mən siyasətə qarışmıram deyən vətəndaşlara buradan bir daha müraciət edirəm. Siyasət sizə qarışıbdır. Hal-hazırki hakimiyyət namusunuzu da, sərvətinizi da, ömrünüzü da oğurlayıbdır. Qalxın ayağa, öz haqq və hüquqlarınızı bu hakimiyyətdən tələb edin. Deyəcəklərim bu qədər, mübarizəyə davam.